Xoş gördük əziz dinləyicilər. Amerika-İran danışıqları ertələndi və atəşkəs də uzadıldı. Əlbəttə ki, bu ertələnmə və atəşkəsin uzadılması birbaşa Amerikanın xeyrinədir. Mən sizə bu barədə hətta danışıqlar baş tutmamışdan əvvəl bu barədə məlumat vermişdim. Necə xeyrinədir? O mənada xeyrinədir ki, blokada davam edir. İran zaten oradan heç bir şey edə bilmir. İranın daxilində artıq tərəflər arasındakı gərginlik pik həddinə çatıb və 2 gün bundan əvvəl də məhz Amerikanın blokadada saxladığı Hörmüzdə İranın gəmisinə müdaxilə edildi helikopterlərlə və götürüldü o gəmidə. İran heç bir şey edə bilmədi, amma atəşkəsi də buradan uzatdılar. Çünki atəşkəsin uzadılması zaten Amerikada olan daha baha çıxan neftin satılması üçün çox gözəl zəmin yaradır, şərait yaradır. Amma bununla bərabər yenə də baxırsan ki, bombaların töküldüyü İran, bombaların vurulduğu, bombaları tökən İsrail, bombaları tökən Amerika, amma yenə də bu İranda olan populist, o kələmbaş və səpah qüvvələri Azərbaycana qarşı təhdidlərini davam etdirirlər. Yenə o körpə uşaqları çıxardıblar, dağılmış yerlərdə, dağılmış, bərbad olmuş yerlərdə Çaşma Azərbaycan mahnısını oxutururlar. Bizim Azərbaycanda da o İrana trolluq edənlər, başı heç də o mollaların başı qədər yaxşı işləməyən insanlar da qardaşlıqdan, İran-Azərbaycan qardaşlıqlar, baxın görürsünüzmü təhdidlərdən necə yayındıq, siyonistlərin nəyindən yayındıq, bax bu qardaşlığı qoruyub saxlaya bildik. Qardaşım, burada qardaşlığı qoruyub saxlaya biləcəksiniz. Zaten Azərbaycan xalqı rasional bir xalqdır. Onu sən desən də, kimsə təhdid etsə də Azərbaycan heç vaxt müharibəyə İranla girmək istəməz. Azərbaycan heç vaxt da İrana bir təhdid yaratmaq istəməz. Nəyinə lazımdır bunu etsin? Kimlər edirsə etsin. Çünki Azərbaycanda rasional bir ağıl var. Heç vaxtı biz buna getmərik. Əlbəttə İran hakimiyyətinin sevməyə bilərik, rejimi sevməyə bilərik, amma biz hər şeyə rasional ağılla yanaşırıq. Amma İranda isə yenə də məhz bu mahnılar, yenə bu körpə uşaqların çıxarılması, yenə təhdidlər, Azərbaycana təhdidlərin yağdırılması həqiqətən insanı gülmək tutur. Sizin başınıza bomba atan başqası, sizin ağanızı öldürən İsrail, sizi yerlə yeksan edən Amerika, amma o dağılmış yerlərdə Amerikanın, İsrailin dağıtdığı yerlərdə yenə Azərbaycana təhdid mahnıları oxudurursunuz o körpə uşaqlara. Allah sizə ağıl versin. Təşəkkür edirəm.